bizim yuxarı dərəcədə mədəni cəhətdən yüksəlməyimizi, mütərəqqi olmağımızı göstərir. Bu göstərir İrandan nə qədər, indi İranın bu cəvvində. Özünüz bilirsiniz, məndən yaxşı cavanların içindəsiniz. İranın cəvvində varsınız. Nə qədər İranın gələcəyində cavanların içində bir təfavütlük var. Nə qədər adamlar gözlürlər ki, Amerika gəlsin. Çoxlarının zehnində var. Çox fars cavanlarından danışmışam. Amma belə bir durumda, günün altında, hamımız da biliriz. Sizin dostlarınızın birindən adı paylanan Rıza Abbasi. Rıza Abbasi bir də Cəmiyyət İslamının Qunyan uzadlarındanıdır. Həmən adam bildir, çıxdı təmin ictimainin intiqamından. Əvvəl ya ikinci adamıdır, İdari İttilaat Ustanı Zəncən səlahiyyət vermədi, gedənmədi. Hamımız da biliriz bu çətinlik vardır. Mümkündür sabahsızın hər birisi izah eləsinlər, əziyyət eləsinlər. Necə ki bildir, 2 nəfər, 3 nəfər dostlarınızdan burada çətinliğə düşdülər Yaşar Həqqaqipur, xanım Furqani və Ağayev Həzli. Bunları çox incitdilər bildir. Amma siz bunların hamısını bilə-bilə gəlib imtihanətlə burada durubsuz və sözünüzü kamilən bu dünyada mədəni hərəkətin lap zəif şəklidir. Nə edirsiniz? Durmuşsunuz 2 dənə kağız əlinizə, bir dənə mikrofon əlinizə sözü deyirsiniz. Bundan mədəni hərəkət indi dünyanın heç birində yoxdur. Heç yerdə yoxdur. Dünyanın lap mütərəqqi məmləkətlərindən, Avropada, Amerikada belə hərəkət yoxdur. Və hamısından mühüm. Munfəil halətdə olan İranda sizdə pak ehsaslar vardır. Pak ehsaslar vətəninizə görə. Bu çox mühümdür. Önemli deyil. Hətta bir hükümet bizə də cavab verməsin. Biz etirazımız eləyəcək, gücümüz var qədər. Millətimiz nə qədər gəlsə, biz də varıq. Amma hamısından önemlisi və əhəmiyyətlisi sizin ürəklərinizdə bu ehsas diri qalmasıdır. Bu ehsası gerek saxlayıb, içərinizdə pişirər, düşüncə və əqllə toəm eləyəsiniz, bil eləyəsiniz, ta gələcəyə yol açılsın. Burada sizdən qabaqki nəslin danışığı çox fərqlidir. Məni o tayda işlənən bir filmlərin yadına salır. Bilməm, Nəsrəddin filmidir ya Məşrubat filmidir. Orada bir səhnədir. Cavanlardılar, Molla Nəsrəddin jurnalı var ki, İran məşrut tənqabında çox əsər buraxıb. Onun yazıçılarıdırlar bir tərəfdə də qocalardılar, gedirlər. Qocalar ayrılanına deyirlər, Xuda hafiz. Cavanlar ayrılanına deyirlər, hələlik. Bu nişan verir ki, bir nəsl aynıyıb. O qoca gerek o fərhəngi saxlasın, o dili saxlasın. Amma bir gün cavanmış onu saxlar. Bizim tariximizdə dostlar, bir İbrəyə gün idraf olub. Biz öz türkluğumuzdan qiflət eləmişik. Bunu gizlədə bilmərik. Bizim dədə babamız bir dövrdə şayət qudrətə məğrur olublar. Çünki hər zaman qudrətli olublar. Hər zaman Türk qudrətli olub İranda. Türk'ün İranda zəlaləti bırakımın olmuyor. Türk bırakımın heç məqazəliyle olmuyor. Ona görə Türk'də hiqarət hissi yoxdur. Lazım da görmür özün mətrəh eləsin, özün təbliğ eləsin. Lazım da görmür öz gəlsin, pisləsin. Baxın, bizim fərhəngimizdə çox ihtimə yox ayrı millətlərə. Əsl fərhəngimizdə. Fəqət, məsələn, o zat ki biz görmüşük, şahsənənlərə bir hərdən məcat deyərlər. O da nə belə şəklə, pis şəklində yəni? Ayrı millətləri təhqir eləmə bizim mədəniyyətdə yoxdur. Azərbaycan millətində heç milləti təhqir eləmə yoxdur. Ermənilər qulağımızın dibində nə qədər öldürüblər, Kürtlər qulağımızın dibində elə bu neçə il bundan qabaq nə qədər adam öldürdülər. Amma biz heç milləti təhqir eləməmişik. Çünki özümüzü kiçik görməmişik, özgəni böyütməklə özümüzü böyüdək. Özgəni kiçiltməklə özümüzü böyüdək. Amma cədid dünyaya girəndə biz bir qiflət eləmişik. Cədid dünya məktəbdə yazıb oxuma, bir dənə Quran oxumaq, ya savad fəqət, kiçik bir hesablarlıqsa hududuna dördür. Cədid dünyada hər nə elm ilə, yazı pozu ilə məna tapırdı. Hər nə milliyyətlə məna tapırdı. Əslən, cədid hökumətlər ki quruldu, hamısından milliyyətin bir əsası unsurun nəqşi varıdır. Milliyyət unsurunun əsası nəqşi varıdır. Məsələ budur. Bir dövlət, bir dənə millətin ki, ümmət yoxdur. Millət məsələsi vardır. Biz amma burada gəldik milliyyətimizi bağışladıq Farsdan. Həman qədim fikirlər ki, biz şiir bu yerdə yaşırıq, hələ eləməz. Fars məbləsən al dərinə. Bu bizimədəbamızın qiflətidir. İndi bu qiflətdən ayrılmışıq. Həkidə, o tayda Azərbaycanla bizdən 80 il qabaq ayrıldılar.
Biz 30 il, 20 illərdən sonra ayrılmışıq. Olay bəlkə də ondan qabaq. Keçən qərindən ayrılayıblar olar. Hükümet qurmaqları 80 il bundan qabaq olub. Biz onlardan 30-40 il sonra ayrılmışıq. Amma həmişə ideolojilərə bağlı olmuşuq. Gəlmişik bu gün Azərbaycanda komünizm üçün mübarizələmişik. Bu gün İslamçılıqla mübarizələmişik. Və bunların da heç biri nə əsasən komünizmmiş, nə İslamçılıq görsənir. Çox məzəlidir. Əhməd Nicad bir tərəfdən deyir, mən İmam-ı Zamana zəminə hazırdıram. Bir tərəfdən də gəlin neynir? Kiminin adını qoyur Sitarğanı Parsi. Niyə adını qoymur? Sitarğanı Müsəlman. Niyə deməyim mən İslam dünyasının nümayəndəsiyəm? Bu özünlə İslam dünyasının nümayəndəsi göstərmir. İslamçılıq müddəası olan insan gerek dünyada özün Müslümanların nümayəndəsi göstərsin də. Bu gəlib bir məmləkətdəki Fars, orada ikinci bəlkə üçüncü qoyumudur. Orada timin, məmləkətin futbol timinin adını qoyur Parsi. O məmləkətdə neçə müsəlman qoyumu həsb eləyir, Ərəbi, Kürdü, Türkü həsb eləyir, Bəluçi, Türkməni həsb eləyir, silir. Fəqət öz qoyunun adını qoyur. Dünyada da bir İslamçılıq iddiası vardı. Dəvət edir Amerikanın rəis cümhurun İslama, əxlaqa. Bu əxlaq əvvəlcəsinə, ona görə də mənası olmur dünyada bunun. Ona görə də bu söz dünyada məna tapmır. Çünki bu əxlaq bizim əvvəlcə gərək məmləkətimizdə içində olsun. Heç zaman bir əxlaqsız dədə uşaqların əxlaqa dəvət edə bilməz. Bir əxlaqsız xanəvadə məhəllənin qonşularının əxlaqa dəvət edə bilməz. Bu əxlaq içəridə olsun. Əhməd Nicadın namuəsinin televizyonunda oxurdular. Hər cümləsində mən dedim, mən də bu sözü Əhməd Nicada deyə bilirəm. Hər Azərbaycanlı, hər İranlı o sözləri Əhməd Nicadın özünə deyə bilər. Deyək, ay Əhməd Nicad, sən necə özənə haqq verirsən? Nəftin pulun fəqət fars dilinə xərcləyəsən. Sən necə özünə haqq verirsən? Nəftin pulunla fəqət Tehranı, Kirmanı, Şirazı, Yəzlini torpağını avod edəyəsən. Mən bu ikilinin içində, şunun içində hər kəsə bu sualı vermişəm. Bir yolla sizə bu sözü verirəm. Bu sualı verirəm. Soruşun hər kəsdən. Deyin, siz Tehranda indiyə kimi, Tehranda fəhlə çoxdur. O yan gəlirlər işləyər. Bir dənə Kirmanlı, bir Yəzli, İsfahanlı, Şirazlı fəhlə görübsünüz ya yox. Yarın görməyiblər. Bir zaman Azərbaycan sadirat mərkəzi idi, əkinçilikdə. Buğda sadirələrdi, meyvə sadirələrdi. Bugün bu Azərbaycana tonla düyü və buğda gəlir. Nə olub bu Azərbaycana? Nə olub ki torpağı, hazırkız torpağı indi əkilmir və məcbur eşikdən məhsul gətirir. Niyə gerək bizim məvadlı mədənimiz, mədən torpaqlarımızı götürüb aparıb Kirmanda Yəzdə şimşələsinlər? Biz Əhməd Nicaddan və İran hökumətindən, Əhməd Nicad bir dənə kəsdir. Hükümet bir böyük bir şeydir və çox adamlar buna təslim tuturlar. Bu hükümetdən soruşuruq. Nə üçün sadir eləyən Azərbaycan indi varid eləyən Azərbaycan olubdur və rüşdü şədidən mühacirət vardı burada. Bunlar hamısı zülmlərdir ki, bizim həqqimizdən biz də buradan soruşa bildik. Lazım deyil, biz dünyada olan məzalimdən soruşaq. İçərinin məzalimi rəf eləsək, içəridə olan zülmləri rəf eləsək, dünyada da bizim məsələlərimiz həll olacaqdır. Dostlar tələsirlər, elə bilisilər qətnamı oxuyorlar. Hamımızdan təşəkkür edirəm, çox sağ olun.